bəli, bəzən insanlar olur ki, Allahın rəhmətindən uzaqlaşıb qəzəb dairəsinə daxil olurlar və artıq xəta qapıları qarşısında açılır, xətanı düzdən ayıra bilmir. Bu Allahın cəzasıdır insana. Bu normal hal deyil. Səhvdən çıxır, səhvə düşür, səhvdən çıxır, səhvə düşür. Bu nəyinsə cəzasıdır. Adam dalbadal səhv eləyir və elə bil səhv qapıları açılır. Sanki bunu səhvə yönəldirlər, deməli Allah nəzərini çəkib. Bu çox təhlükəli haldır. Bəzi əməllər var ki, onun nəticəsidir. Bir Allah vəlisini tənha qoymaq, Allah vəlisinə xəyanət, Allahın övliyalarına. Onda nə olur? Allah deyir ki, getdin. Xoş getdin. Səni bir xəttə salır ki, başdan ayağa səhvdir. Başlayırsan Allahın düşməninə xidmət eləməyə. Bu qaydanı yadda saxlayın. Hədisdir. Mən ləm yunfiq fi səbili vəliyillah ibtəla bi ənə yunfiq fi səbili aduvbillah. Deyir, kim Allahın vəlisi yolundan fədakarlıq eləməsə, Allahın dini, dostu, övliyaları yolunda nəyinnənsə keçməsə, ibtəla, bəla gəlir ona. Bəla nədir? Daş yağır, yox. Onda canfəşanlıqla başlayır Allahın düşməni yolunda fədakarlıq eləməyə. Heç nə qazanmadan təsəvvür eləyin. Düşür bu xəttə. Bu xəttə düşür və bu şəkildə xidmət eləyir. Haradasa dinə nəsə lazım idi, xərcləmədin, onu Allahın düşməninə aparacaqsan, xahişlə, minnətlə verəcəksən. Bunu bil. Qabaq düşmədin sən. Haradasa lazım idi, verməliydin, vermədin, mütləq gələcəklər, yalvar yaxarla verəcəksən. İmam Hüseyin əleyhissalam çox çalışırdı, görürsünüz. Onlar o xəttə düşmüşlər artıq. Çox çalışırdı ki, onları düz xəttə qaytarsın. Amma alınmırdı. Onlar niyə o xəttə düşmüşdülər? Bunu deyim, bitirim, keçmişdə demişəm. 3 dəstə insan Həzrət Əli ilə vuruşdu. Bir dünyapərəstlər, cahillər, bir də münafiqlər. Üçü vuruşdu Həzrət Əli ilə. Bir dəstə qalmışdı Həzrət Əlinin yanında olub, ona lazım olan dəstəyi verməyənlər. Bir insan Əlinin yanında olur, amma Əli onun qəlbini ovlaya bilmir, özünə aşiq eləyə bilmir. Bu böyük cinayətdir. Bunun cəzası olur ki, o dəstə gəlir Kərbəlada İmam Hüseyni şəhadətə çatdırır. İnanın, xahiş edirəm, tarixi dəqiq mütaliə edin. Onlar xəttə düşmüşdülər. Onlar bilmirdilər, hadisələr birdən cərəyan edir, gördülər əlində qılınc İmam Hüseyni öldürürlər. İnanın, onlar 5 il, 3 il, 2 il, 1 il ondan qabaq təsəvvür eləyə bilməzlər. Tarixi dəqiq mütaliə edin. Onlar analarının bətnindən düşmən doğulmamışlar. Onlar heç cürünə ehtimal verməzdilər. O xəttə düşdülər. Nə idi günahları? Günah buydu ki, Həzrət Əlini görəsən, onu sevməyəsən. Həzrət Əlini görəsən, ona kömək eləməyəsən, ona dəstək olmayasan, onun nəticəsidir. Ona görə Quranda Allah Peyğəmbərinə deyir, zərhum. Ayələrdə qabağıza çıxsa zərhum. Zərhum bilsin nə deyən, boşda, başını burax onların. Allah göstərməsin. Sənə nisbətdə Peyğəmbərinə desin ki, ya Rəsulallah, vaxtı hədər eləməyib, boş burax. Boşda onları. Bu yollarını seçirlər. Bu elə bir yerdir ki, məhəbbət göstər, xeyri yoxdur, dəlil gətir, xeyri yoxdur, başına dolan, xeyri yoxdur. Deyib, bütün dünyanı bir loxma tikə eləyib, münafiqə versən, səni sevməz Həzrət Əliyə deyir.